İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva noyabrın 29-da Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci il dönümünə həsr olunan təntənəli mərasimə gəldi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvvəlcə Vatikanın mədəniyyət naziri kardinal Gianfranco Ravasi ilə görüşü oldu. Görüşdə Vatikanın mədəniyyət naziri Azərbaycanın səfərini xatırladı. Heydər Əliyev Fondu ilə Vatikan arasında olan əməkdaşlığın əhəmiyyətinə toxunan Gianfranco Ravasi bildirdi ki, bu əlaqələr daha da genişlənməlidir. O, Azərbaycanla Vatikanın Apostol kitabxanası arasında həyata keçirilən layihələrdən danışaraq vurğuladı ki, ölkəmizə məxsus 40 əlyazmadan 15-i bərpa olunub və bu sahədə əməkdaşlıq bundan sonra davam etdiriləcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vatikanla Heydər Əliyev Fondu arasında yaradılan əməkdaşlığa görə Gianfranco Ravasiyə minnətdarlığını bildirdi və ümidvar olduğunu söylədi ki, bu əlaqələr gələcəkdə daha da genişlənəcək. Mehriban Əliyeva Azərbaycanın müstəqilliyinin bərpa etməsinin 20 illiyi münasibəti ilə təşkil edilən mərasimi Vatikanla Azərbaycan arasındakı mədəni əlaqələrin davamı adlandırdı. Sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri kardinal Gianfranco Ravasi bu gecəyə xüsusi ovqat bəxş edən Azərbaycan sərgisinə baxdılar. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan Xalçaçılıq Məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidə nümayiş etdirilən xalçalar sərgiyə gələnlərdə böyük maraq doğurdu. Sərgidə Qarabağ Xalçaçılıq Məktəbinin nümunələri də yer aldı. Azərbaycan xalçalarının nümayişi xalqımızın milli kimliyini, soydaşlarımızın arzu və istəklərini də əks etdirdi. Bu xalçalar hər bir Azərbaycanlının qəlb döyüntüsünü İtalyan auditoriyasına uğurla çatdırdı. Qədim və müasir Bakının, ölkəmizin sahib olduğu mədəni dəyərlərin təqdim olunduğu sərgidə doğma ölkəmizi tərənnüm edən fotoların, video çarxların nümayiş etdirilməsi isə Azərbaycan adına təşkil olunan mərasimə xüsusi özəllik qatdı. Mavi Xəzərin sahilində qərar tutan, şərq və qərb koloritlərinin bir arada cəmləşdiyi doğma Bakı bir dəfəlik qərb insanının maraq dairəsinə daxil oldu. Azərbaycan milli musiqi alətləri, onların fonunda qədim miskərlik nümunələri, orta əsrlərin yadigarı olan əlyazmalar xalqımızın sahib olduğu dəyərlər haqqında daha dolğun təəssürat yaratmağa imkan verdi. Bu sərgidən göründü ki, tarix boyu ölkəmizdə yaranıb inkişaf edən zəngin mədəniyyət bugün dünya xalqlarında Azərbaycana böyük maraq oyadı. Azərbaycan öz zəngin mədəniyyəti ilə dünyanı fəth edir. Sərgi zamanı qonaqlar 2010-2011-ci illərdə Bakıda baş tutan Qız Qalası festivalında iştirak edən əsərlərə də tamaşa etdilər. 20 əsərin nümayiş olunduğu bu sərgidə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar Bakının rəmzi olan Qız Qalası ilə öz hiss və duyğularını auditoriyaya çatdırdılar. Əsərlər arasında İtalyan rəssamı Alberto Loronun Qız Qalası əsəri də maraqla qarşılandı. Sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini özündə əks etdirən kitab, buklet və digər nəşrlərlə yanaşı Azərbaycan nəşrinin İtalyan dilində olan versiyasının da təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdə mindən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı. Sonra təntənəli mərasim başladı. Tədbirin aparıcısı qeyd etdi ki, bu mərasim Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20 illiyinə həsr olunub və bu tədbir Azərbaycanın daha yaxşı tanımaq, ölkəmizi kəşf etmək üçün əla fürsətdir. Vatikanın mədəniyyət naziri kardinal Gianfranco Ravasi qeyd etdi ki, Azərbaycan mədəniyyətlər arası dialoqun əldə olunmasına böyük əhəmiyyət verir. Azərbaycanda katolik icmasına yüksək münasibət var. Mən Azərbaycanda olarkən bütün bunların şahidi oldum və Bakını sevdim, deyən Gianfranco Ravasi Heydər Əliyev Fondu ilə Vatikan arasında yaranan əməkdaşlığın faydalı olduğunu diqqətə çatdırdı. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ölkəmizin mədəniyyətinin təbliğindəki xidmətlərini yüksək qiymətləndirdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Azərbaycanın müstəqilliyinin bərpa etməsinin 20 illiyini qeyd etdiyini deyən Mehriban Əliyeva bildirdi ki, Vatikanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olması müqəddəs taxtacın Azərbaycana olan münasibətini göstərir. Azərbaycanın birinci xanımı ölkəmizin müstəqilliyinin ilk illərində böyük çətinliklərlə üzləşdiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20%-nin işğal edildiyini, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, mədəni tarixi abidələrimizin dağıdıldığını diqqətə çatdırdı. Vurğuladı
vurğuladı ki, Azərbaycan münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Bu çətinliklərə baxmayaraq Azərbaycan bugün dünya xəritəsində öz yerini təsdiqləmiş və sürətlə inkişaf edən bir dövlətdir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75%-i bugün Azərbaycanın payına düşür və regionda bütün iri miqyaslı layihələr Azərbaycanın iştiraki və çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Ölkəmizdə ardıcıl olaraq sosial problemlər öz həllini tapır. Təkcə onu demək kifayət olar ki, son 8 il ərzində yoxsulluğun səviyyəsi 49%-dan 9%-ə enib, ölkədə 900 mindən çox yeni iş yeri açılıb, 2000-dən çox məktəb yenidən inşa olub, yenidən qurulub. Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil xarici siyasət aparmağa imkan verir və bugün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünya miqyaslı proseslərdə fəal iştirak edir və bir sıra məsələlərdə Avropa və Qərb Azərbaycanı strateji tərəfdaş kimi tanıyır. Azərbaycanın birinci xanımı əsrlər boyu ölkəmizin müxtəlif dinlərin və mədəniyyətlərin qovşağında və qədim İpək yolu üzərində yerləşdiyini, Qərblə Şərq arasında körpü olduğunu dedi. Mehriban Əliyeva bildirdi ki, Sovet dövründə bir çox dini ocaqlar kimi Müqəddəs Məryəm kilsəsi də dağıdılıb, lakin müstəqillik illərində həmin kilsə dövlətin dəstəyi ilə yenidən inşa edilib və bugün Azərbaycanın katolik icması ölkəmizin inkişafına öz töhfəsini verir. Sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri xalq artisti Teymur Göyçəyevin dirijorluğu ilə möhtəşəm konsert proqramı ilə çıxış etdi. Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunan bu dəfəki konsert öz fərqli formatı və repertuarı ilə diqqət çəkdi və təbii ki, tamaşaçılarda xüsusi ovqat da yaratdı. Bu mərasimdə 20 ildir dünyada öz sürətli inkişafı ilə öyünən Azərbaycanın uğurları mədəniyyətin, musiqinin, bir sözlə hamının başa düşdüyü dildə təqdim edildi. Çünki bu təcrübə Azərbaycanın timsalında dəfələrlə uğurlu sınaqdan çıxarılır və mədəniyyətlər arası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir. Azərbaycan incəsənətinin populyar simalarının çıxış etdiyi konsertdə əsas diqqət çəkən məqamlardan biri də burada janr müxtəlifliyinin, sintez harmoniyasının, zəngin improvizasiyaların mövcudluğu idi. Elə auditoriyanı ən çox heyrətləndirən də bu oldu. Bu konsert əsl hadisəyə çevrilməklə diqqətin nadir inciləri ilə öyünən Azərbaycana yönəltdi. Mədəniyyətimizin təntinəsinə, ölkəmizin tanıtılmasına və əlbəttə ki, xalqımızın yaratdığı nadir sənət nümunələrinin təbliğinə çevrildi. Konsertdən sonra mərasimdə iştirak edən qonaqların şərəfinə ziyafət verildi. Beləliklə, Azərbaycanın müstəqilliyinin 20-ci il dönümünün Vatikanda qeyd olunması bir bayrama döndü. Burada nümayiş etdirilən mədəniyyət nümunələri sayəsində mərasimə gələn hər bir kəs odlar diyarı Azərbaycana səyahət etdi.